Salam əziz yoldaşlar, hər birinizi xoş gördük. Biz sizinlə Cəlilabad rayonunda Paradoks Tədris Mərkəzində təşkil olunmuş OTK-nın blok sınaq imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. İzahdan öncə sizdən bir xahişim var yoldaşlar, videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Bir də ki, 9-10-cu siniflər və digər şagirdlər üçün maraqlı olan şəxslər üçün deyim ki, bizim növbəti tədris ilində həm onlayn, həm də əyani dərslərimiz keçiriləcək. Onlayn dərslər belə deyək, Google Meet və yaxud da Zoom proqramı vasitəsilə keçiriləcək. Əyani isə Cəlilabad rayonunda keçiriləcək. Həm buraxılış, həm də blok istiqamətində. Əgər maraqlı gəlirsə 051 460 0545 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. 460 0545. Keçək indi sualların izahına. Deməli deyir ki, cümləyə uyğun gələn sxem hansıdır? Durğu işarəsi məqsədli şəkildə buraxılmışdır. Deməli vasitəsizliklə bağlı olan cümlədir. Keçmə bunların ədabazlığından deyə Hüseyin kişi düşündü və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Deməli yoldaşlar, burada keçmə bunların ədabazlığından, bu isə vasitəsizlikdir. Deməli dırnaqlar açılır, vasitəsizlik. Deyə Hüseyin kişi düşündü və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Bu isə müəllifin sözüdür. Deməli dırnaqlar bağlandı burada. Vergül tire. Deyə Hüseyin kişi düşündü. Bu isə müəllif və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Deməli sxemimiz necə oldu? Vasitəsizlik, vergül tire, müəllif, nöqtə. O da C variantında öz əksini tapıb. İkinci sual. Fərqləndirilmiş sözlərin leksik mənalarla bağlı uyğunluğu müəyyən edin. Kupedə uzanıb gələcək işlərimin planını cızırdı. Deməli kupe sözünün mənası B variantında öz əksini tapıb. Vaqonlarda bir neçə sərnişin üçün ayrıca bölmə, otaq. Deməli 1-ə olur B. 1-ə, B, 2-ə. Kayutda oturub başıma gələn hadisələri dəftərçəsinə qeyd edir. Kayut deməli gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq mənasına gəlir. Yəni 2-yə C. Tərsanəyə xaricdən yeni avadanla getmişdir. Tərsanə isə gəmi düzəldən təmir olunan yerdir. 3-ə də E olur. O da E variantında öz əksini tapıb. Cavabımız olur E variantı. Növbəti suala baxaq. Deməli. Hansı tabeli mürəkkəb cümlə tərkib hissələrə bağlayıcı sözlə əlaqələnmişdir? Deməli, biz bilirik ki, tabeli mürəkkəb cümlələr həm bağlayıcı sözlərdir, tabellik bağlayıcıları intonasiya vasitəsindən bağlana bilər. Deməli, kimi gülür, kimi ağlayır. Bu tabeli mürəkkəb cümlə deyil. Burada kimi qeyri-müəyyən əvəzlidir. Bu ümumiyyətlə tabeli mürəkkəb cümlədir. Harada açdır, orada başdır. Cavab olur B variantı. Burada harada bağlayıcı sözün köməyi ilə bağlanmışdır. Oğlanın ovda olduğuna onda inanıram ki, burada ki bağlayıcı ilə bağlanıb. Bağlayıcı sözlə yox. Danışanda elə danışın ki, bu da ki bağlayıcıdır. Mən bunu düşünürdüm ki, bu da bağlayıcıdır. Deməli cavabımız oldu B variantı. Sonra növbəti suala baxırıq. 4-cü sualda deyir ki, cümlələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. İçəri girər-girməz otağın qapısını çəkilib, bağlandı və qıfıllandı. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. Hər iki cümləyə aiddir. Yalnız qrammatik mənası olan nitq hissəsi işlənib, yəni kömək hissəsi işlənir. Deməli, yoldaşlar, içəri girər-girməz otağın qapısını çəkib bağladı və, burada və bağlayıcısı var. Deməli, birinci cümləyə aiddir. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. Burada isə bağlayıcı olmadığı üçün bunu ortaq xüsusiyyət kimi götürə bilmərəm. Bir çıxdı. Feili birləşmə vardır. İçəri girər-girməz. Burada feili birləşmə var. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. İpi yaylığa bağlayıb da burada feili birləşmədir. Deməli, feili bağlama tərkibləri işlənib. 2-ni götürürük. 2 doğrudur. Altından xətt çəkilmiş məlum növdə olan feillər keçmiş zamandadır. Deməli, yoldaşlar, altından xətt çəkilən
qıfıllandı və dırmaşdı sözüdür. Və bu qıfıllanmaq sözü məhsul növdədir. Deməli, baxırıq. Sözün kökü olur qıfıl. Qıfıldan qıfıllamaq, qıfıllamaqdan qıfıllanmaq. D da qrammatik şəkilçisi. Burada n leksik şəkilçisi məhsul növ yaradan şəkilçidir. Yəni, bu məlum növdə deyil. 3'ü çıxırıq. Amma divara dırmaşdı sözü isə dırmaş sözün kökü d qrammatik sadədir. Bu məlumdur. Bu isə məhsuldur. Ona görə 3'ü çıxdıq. Cavabımızın biri oldu 2. 1 ilə 3'ü çıxanda avtomatik cavab qalır A variantı. Yenə də baxaq. Deyir ki, məhsul növdə olan 3 feil vardır. Cümlələrdən yalnız birinə aiddir. İçəri girər-girməz otağın qapısı çəkilib bağlandı və qıfıllandı. Bəli, burada çəkilib sözü məhsul növdədir. Bağlandı sözü məhsul növdədir. Qıfıllandı məhsul növdədir. Deməli, qapını çəkmək, qapı öz-özünə çəkilmir. Düzdür, kimsə tərəfindən çəkilir və sözün kökü çəkdi, çəkdən çəkil, ib qrammatik məhsul. Bağlandı, bağdan bağla, bağladan bağlan, d qrammatik. Burada da n məhsul. Məhsul növü yaradan şəkilçidir, məhsul növüdür ümumiyyətlə. İpi yaylığa bağlayıb, bu məlum. İpin digər ucu dişində divar dırmaşdı, bu da məlum. Burada isə məhsul növ yoxdur ümumiyyətlə. Elə 4 də aiddir birinci cümləyə. Cavab olur A variantı. Sonra 5'ə baxırıq. Hal şəkilçili və mənsubə şəkilçisi isimlər işlənib. İçəri girər-girməz otağın qapısı. Deməli, çəkib bağlandı və qıfıllandı. Hal şəkilçili və mənsubə şəkilçisi isimlər işlənib. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. Deməli, yoldaşlar, burada hal şəkilçili və mənsubə şəkilçisi isim içəriklərindən seçilib bağlandı və burada yoxdur ümumiyyətlə. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində. Dişində, burada dişində sözündə in mənsubiyyətdir, də hal şəkilçisidir. Amma bizə deyir isimlər işlənib. Burada bir dənə isim var deyə 5'i ümumiyyətlə götürənmərəm. 2 niksəsinin xüsusiyyətini daşıyan söz işlənib. Bu isə, belə deyək də, hər iki cümləyə aiddir. Yalnız birinə yox. Çünki bağlayıb burada feili bağlamada həm feilin, həm də zərfin xüsusiyyətini daşıyır. Girər-girməzdə feili bağlamada həm feilin, həm də zərfin xüsusiyyətini daşıyır. Yəni, bu ikisinə də aid olan xüsusiyyətdir. Yalnız birinə aid olan xüsusiyyət kimi verilə bilməz. Cavab oldu A variantı. 5'də. Feili birləşmə ilə ifadə olunan ikinci dərəcəli cümlə özünün işləndiyi nümunələr müəyyən edin. Oğlunun yolunu gözləyən ana qonşuları da çağırmışdı. Çağırmışdı. Kim ana? Hansı ana? Oğlunun yolunu gözləyən ana. Feili sifət tərkibi. Biri götürdük. Maralın soyuq daşlara fışqıran isti südü gözlərimi tutdu. Tutdu. Nəyi? Gözlərimi. Nə? Maralın soyuq daşlara fışqıran isti südü. Maralın südü. 3-cü nöqtənin sözləşməsidir. Mübtəda mövqeyindədir. 2-də yoxdur ümumiyyətlə. Sonra. Deməli, tutdu xəbər, gözlərimi tamamlıq. Bu isə mübtəda mövqeyində. 2-ni çıxdıq, biri 1'dir. Küknar Salavinin adamlar üçün qoyduğu işarə idi. İşarə idi. Nə küknar? Hansı işarə idi? Salavinin adamlar üçün qoyduğu feili sifət tərkibinə ifadə olunmuş təyin. Cavab olur 1-3. Roman epik növün ən əhatəli və çox şəhərli janrıdır. Deməli, epik növün janrıdır. Xəbər. Nə? Roman. Burada isə ümumiyyətlə feili birləşmə yoxdur. Tomun köynəyinin quru olub olmadığını düşünmək ona xoş gəlirdi. Xoş gəlirdi kimə? Ona. Nə? Tomun köynəyinin quru olub olmadığını düşünmək. Burada məstər tərkibi mübtəda mövqeyindədir. İkinci dərəcəli üz deyil. Ona görə cavab oldu A variantı. Hansı nümunədə yanaşı işlənmiş isimlər yiyəlik haldadır? Piştaxtaya düzülən əşyalar səliqəlidir. Səliqəli sifət, əşya, isim, düzülən feili sifət, piştaxtaya isə yönlük halda olan isim. Deməli, A variantı bizim şərtimizi ödəmir. Pambıq yığımı zamanı
İçkiyə yol verilməməli. İçkiyə yol verilməməli. Baxın, pambıq yığımı. Burada pambıq qeyri-müəyyən yelçal. Yığımının zamanı. Yığımı zamanı da yığımı qeyri-müəyyən yelçaldadır. Deməli, cavab olur B variantı. Şəkər gülüşündən canlar təzəli. Bu da şəkər adlıqdır. Gülüşündən isə belə deyək, çıxışlıq haldadır. Canlar isə adlıq haldadır. Havaların soyuması bizi narahat edirdi. Havaların yelçal, soyuması isə məstərdir, ümumiyyətlə isim deyil. Füsunkar bir gözəllik ruhunu oxşadı. Deməli, ruhunu oxşamaq frazolojidir. Gözəllik isim, füsunkar isə sifət. E variantı da yoxdur. Bizim şərti ödəmir. Cümlələrin birində zərfin bütün məna növlərinə aid nümunə işlənmişdir. Aha. Tələsmədən ayağa qalxıb, tələsmədən feili bağlama. Ayağa qalxıb, dünən zaman aldığı kitabdakı hekayə haqqında xeyli danışdı. Xeyli isə miqdar. Burada belə deyək də yer yoxdur, sonra tərz hərəkət yoxdur. İndi haraya gedəcəyini üz-üzə dayanıb söhbət eləydi adamdan dəfələrlə soruşdu. Dəfələrlə deməli miqdar. İndi zaman üz-üzə dayanıb, üz-üzə tərz. Baxın, burada haraya sözü siz çaşdırmasın. Haraya sual əvəzliyidir. Yəni, yer zərfliyi deyil. Ona görə B də şərt ödəmir. Bəzən gözlənilmədən şəhərin işıqları sönür. Maşınlar, tramvaylar belə işıqsız işləyirdi. Burada bəzən zaman zərfidir. Yer zərfi falan yoxdur burada. C variantı iş getdi. İndi irəli çıxıb az-maz bildiyi dərsi bir təhər danışmağa başladı. İndi zaman, irəli, yer, az-maz, miqdar, bir təhər isə tərz hərəkət zərfi. Cavab olur D variantı. El bir olsa dağ oynadar yerindən. Nümunəsində baş cümlədəki xəbərin ifadə vasitəsi olan sözlə bağlıdır. Deməli, biz bilirik ki, sa ilə bağlanmış mürəkkəb cümlələrdə budaq birincidir, baş ikincidir. Deməli, bizim baş cümləmiz hansıdır? Dağ oynadar yerindən. Baş cümlədəki xəbərin ifadə vasitəsi. Ne edər? Oynadar. Burada xəbərimiz hansıdır? Oynadar sözüdür. Oynadar. Nəyi? Dağı. Deməli, iki leksik şəkilçisi vardır. Oyna sözün köküdür. Oynadan oynat. Ar isə qrammatik şəkilçisidir. Deməli, biri çıxdıq. Məlum növdədir? Bəli. Doğrudur. İsimdən düzəlmişdir? Yanlışdır. Bu feildən düzəlib. Sözün hansı niksəsində yarandığını hardan bilirdik? Axırıncı leksik şəkilçisidən əvvəlki hissəyə baxırdıq. Hansı niksəsində deməli ondan yaranıb. Burada D leksik şəkilçisidir. Ondan əvvəldə oyna sözüdür. Oyna da feildir də, isim deyil. Ona görə bu da çıxdı. Xəbər şəklindədir. Bəli, zaman şəkilçisi qəbul edibsə, deməli burada ar-ər qeyri-qəti gələcək zamandır. Xəbər şəklində. Şəxs onluğu qəbul edib. Burada isə şəxs onluğunu görmürük. Biz 5-də yanlış. Cavab oldu 2-4, yəni D variantı. Kökü homonim olan düzəltmə isim işlənmiş nümunə ilə. Xəbər alsam Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən. Burada ümumiyyətlə düzəltmə isim yoxdur. Xəbər alsam Muğanımdan, Milimdən, Nazlı Bakım eyni variant verilib. Bu da çıxdı. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. Burada da belə deyək də düzəltmə söz yoxdur. Düzəltmə isim yoxdur. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Deməli, burada düzəltmə isim yoxdur. Bağçamızda gəldi bahar. Baxın, cavab olur elə E variantı. Bağdan bağça düzəltmə isimdir. Onun da kökü bağ homonimdir. Bir ip mənasında, bir də bağ bostan mənasında. Cavab olur E variantı. Sonra növbəti suala baxırıq. 10-cu sual. Cümlədə fərqləndirilmiş hissə əsasında ardıcılığı müəyyəndir. Durğu şəhəri məqsəd şəkildə baxıb. Dünənki hadisə hamı narahat edir. Burada 2 leksik şəkilçisidir. Yəni bitişik yazmalıdır. Birinci gəlir 4. İnanırıq ki, burada ki nə olacaq? Bağlayıcı olacaq. Gəlir 1. Sonra mən ki səndən ayrılmazdım. Burada ki qüvvətləndirici ədatdır. Gəlir 2. O birinci ilə layiq deyil ki. Ki isə burada sual ədatıdır. Gəldi 3. Deməli 4, 1, 2, 3. O da cavab olur D variantı. Yanlış fikirləri müəyyən edin. Bəri sözü həm əsas, həm də köməkçi hissəsi kimi işlənə bilər. Doğrudur. Məsələn, deyirəm ki, dünəndən bəri
Bəri. Burada bəri olur qoşma. Amma bəri gəl, burada bəri olur zərf. Deməli bu doğrudur. Alın sözü tərkiminə görə 3 cür təhlil oluna bilir. Deməli, yoldaşlar, bir alın isim kimi alınımız, bu bildiyimiz alın. Bir var feilin əmr şəkli kimi. Alın. Al sözün kökü olur, ın olur şəxs sonluğu. Bir də alınmaq feili. Alınmaq feili. Yəni kitab alındı məsələn bu mənada. 3 cür təhlil oluna bilir. 2 də doğrudur yəni. Bu işarə əvəzliyi halları mənsubiyyətə görə dəyişir. Deməli belə deyək də, bu işarə əvəzliyi hallana bilər, amma mənsubiyyətə görə dəyişə bilmir. Biri oldu 3. Sonra çox sayından sonra gələn isim həm təkdə, həm də cəmdə işlənə bilir. Bu doğrudur. Bumbuz sözü çoxaltma dərəcəsində sifətdir. Bumbuz adi dərəcədədir. Deməli cavab olur. Çünki buz burada isimdir. Sifət dərəcəyə görə dəyişir. İsim dərəcəyə görə dəyişmir. Deməli cavab oldu 3 ilə 5. Yəni bu variant. 12-yə baxırıq. Nümunə ilə bağlı yanlış fikir müəyyən edin. Deməli demirəm sən uza bir dağsan əyil, demirəm qalıbdır əlacım sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm əlacım sənə. Köməkçinin hissəsi mürəkkəb cümlənin tərkib hissələrini birləşdirmişdir. Bəli. Burada nə bağlayıcıları, nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm əlacım sənə mürəkkəb cümləsini bir-birinə bağlayıb. Doğrudur. Bu doğrudur. Feillər müxtəlif zamanlarda və müxtəlif şəkillərdə işlənmişdir. Bu da doğrudur. Əyil bax burada əmr şəklindədir. Demirəm indiki zamanda xəbər şəklindədir. Qalıbdır. Burada isə keçmiş zamandadır. Burada keçmiş zamandadır xəbər şəklində. Deməli əmr şəklindən xəbər şəklindədir. Bir də zamanlarda fərqlidir yəni. Bu da doğrudur. Başqa kontekstdə əvəzliklər ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Bu doğru fikirdir. Deməli yoldaşlar, baxın, məsələn, sən burada əvəzlikdir, düzdürmü? Sən əvəzliyi də bilir ki, mənsubiyyətə görə dəyişə bilməz. Yəni, ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Bu da doğru fikirdir. Amonimli olan sifət və sual əvəzliyi eyni bir sırada işlənmişdir. Deməli, burada ümumiyyətlə sual əvəzliyi yoxdur. Çünki burada nələr bizi çaşdırmasın, bunlar nə bağlayıcıdır. Cavab olur D variantı. Əvəzliklər ismin müxtəlif hallarında işləmişdir. Bəli, sən burada adlı qaldadır. Səndə məsələn yerli al, sənə isə yönlü aldı. Sonra 13-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. 2 leksik, 1 qrammatik şəkli, 1 leksik, 1 qrammatik şəkli. Başlayım sözündə baş sözün köküdür. La leksiyası, y bitişdirici, şəxs sonluğu, 1 qrammatik. Yəni 1 leksik, 1 qrammatik. A-nı yazdıq hara? 2-yə. Yalnız 1 leksiyası var. Bu dayaq sözüdür. Dayadan dayaqdır. Yəni B yazıldı 3-ə. Sonra məktublaşdı. Məktub sözün köküdür. Laş leksiyasıdır. D qrammatikdir. Burada məktublamaq deyə bilmirik deyə laşı parçalaya bilmərəm mən. Deməli burada 1 leksik, 1 qrammatikdir. C-ni yazırıq 2-yə. Dondurucudan, dondan dondur, dondurdan dondurucu, dan isə çıxışlı qarşı şəkilsidir. 2 leksik, 1 qrammatik var burada. Deməli E-ni yazırıq 1-ə. 1-ə E, 2-yə AC, 3-ə də B-dən D olacaq. Bax, qızar sözün köküdür. T qrammatik şəkilsidir. Qızmaqdan qızarmaq yaranmır. Burada qızarmaq sözü elə bütövlükdə kökdür. D-ni də yazdıq 3-ə. Cavab olur E variantı. Sonra danışanın ifadə etdiyi fikrə münasibətə görə modal sözlərin işlənmə arzusu müəyyən edin. Deməli bütün bunlar sanki. Sanki nədir? Bənzətmə, yəni 4. Xülasə bu nəticə bildirir. Yəni 3. Bəlkə güman şübhədir. Yəni 2. Sonra mən bu layiqə baxanda doğrudan. Doğrudan isə yəqinlik bildirir 1. Deməli 4 3 2 1. 4 3 2 1 D variantını öz əksini tapıb. Sonra vaxtilə bazar qapı ağzında onun kiçik bir dükanı vardı. Vaxtilə bazar qapısı ağzında onun kiçik bir dükanı vardı. Yanlış fikirdir. Deməli vardı. Nə? Onun dükanı. 3-cü növ mübtədadır. Harada? Bazar qapısı ağzında yer zərfliyi. Nə zaman? Vaxtı ilə. Bu da zaman zərfliyi. Söz birləşməsi ifadə olunan cümlə əzləri vardı. Bəli. Bazar qapısı ağzında zərflidir.
söz birləşməsini ifadə olunub. Onun kiçik dükanı isə mübtədadır. Bu da söz birləşməsidir. Bu doğrudur. Zərfli mübtəda xəbər sxemına uyğundur. Yanlışdır. Sxemi gördük. Zərfli, mübtəda xəbər. Yəni 2 dənə zərfli olmalıdır burada. Cavab olur B variantı. İsimli xəbər suala cavab vermir. Bəli, vardır, yoxdur, lazım, gərək. Buralı predikativ xəbərlərdir. Cavab vermir suala. Zərfliyin 2 məna növündən istifadə edilmişdir. Bu da doğrudur. Vaxtı ilə zamanda, baza qapısı adında yerdir. Baş sözlərdən hər ikisi iştirak etmişdir. Bəli, var xəbərdir. Onun kiçik dükanı isə mübtədadır. Sonra növbəti suala baxırıq. Həmcins üzvləri söz birləşməsi ifadə olunan cümlələri müəyyən edin. Baxırıq. Deməli, deyir ki, Xanlar xanı bu gözəl və igid oğlanı heyran-heyran süzdükdən sonra dilləndi. Dilləndi kim? Xanlar xanı. Deməli, nə zaman? Bu gözəl igid oğlanı heyran-heyran süzdükdən sonra birlikdə zərfli mövqeyindədir. Burada ümumiyyətlə həmcins üzvü yoxdur. İribuynuzlu qumral ana maral astanada dayanmışdı. Dayanmışdı nə? Maral, deməli ana maral harada astanada? Hansı ana maral? Qumral iribuynuzlu. Burada təyinlər, həmcins təyinlər var, amma onlar söz birləşməsi deyil də sözdür. Bulaq suyunun və şəfalı otların ağır xəstəlikləri sağaltması xəbəri tezliklə bütün Eloboya yayıldı. Yayıldı. Nə? Deməli, nə yayıldı? Bulaq suyunun və şəfalı otların ağır xəstəlikləri sağaltması xəbəri. Nə zaman? Tezliklə haraya yayıldı? Elobaya. Hansı Elobaya? Bütün Elobaya. Burada da həmcins üzv yoxdur. Getdi. Bulağın suyunu içən, şəfalı bitkilərdən istifadə edən xəstələr tezliklə sağalır. Sağalır kim? Xəstələr. Nə zaman? Tezliklə. Hansı xəstələr? Bulağın suyunu içən, fe'li sifət tərkibi təyin, şəfalı bitkilərdən istifadə edən, bu da fe'li sifət tərkibi təyin. Cavabın biri olur 4. Burada təyinlər həmcinsdir və hər biri fe'li sifət tərkibinə ifadə olunur. Ağaclar çiçək açanda, çöllər yaşıl otlarla örtüləndə biz təbiətin sehrli nəğməsinə dalardıq. Nə zaman? Ağaclar çiçək açanda, fe'li bağlama tərkibi zərfli, çöllər yaşıl otlarla örtüləndə fe'li bağlama tərkibi zərfli mövqeyində çıxış edir. Burada deməli zərfliklər həmcinsdir və onlar fe'li bağlama tərkibinə ifadə olunub. Cavab olur E variantı. Sonra cədvələ uyğun fikirlər müəyyən edin. Deməli, əlavə cümlənin baş üzvünə aiddir. Ədəbiyyatımızın ilk poema müəllifinin Şirvaninin nəsr əsəri də var idi. Deməli, var idi nə? Nə var idi? Ədəbiyyatımızda ilk poema müəllifinin Şirvaninin nəsr əsəri. Deməli, burada yoldaşlar, cümlənin baş üzvünə aid deyil əlavə. Əlavə, deməli, 3-cü növ təyin söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Biri çıxırıq. Uzaqda yaşasaq da ürəyimiz burada, vətəndədir. Haradadır? Vətəndədir, yəni buradadır. Burada bəli, xəbərin əlavəsi var. Cavab olur 1-2. Axundzadənin povest Aldamış Kəvaşib əsəri ədəbiyyatımızda realist nəsrin inkişafında yeni bir səhifə açmışdır. Açmışdır. Nə səhifə açmışdır? Deməli, Axundzadənin povest Aldamış Kəvaşib əsəri. Axundzadənin povesti Aldamış Kəvaşib əsəri. Deməli, burada mübtədanın əlavəsi var. Demək, 2-3, sonra baxırıq. Əlavə cümlənin ikinci dərəcəli üzvünə aiddir. Cəbrayıl, Füzuli, Ağdama işğaldan azad olunmuş rayonlarımızı yenidən inşa edirlər. Burada əlavə yoxdur. Bu, belə deyək, həmcins xəbərlərdə ümumiləşdirici söz işlənib burada. Deməli, 4-ə çıxırıq. Rayonumuzun mərkəzində Nizami Gəncəvi meydanında yeni kitabxana açıldı. Açıldı nə kitabxana? Harada? Rayonumuzun mərkəzində, yəni Nizami Gəncəvi meydanında. Burada isə zərfliyin əlavəsi var. 5-i götürürük.
O paytaxtda Bakıya gələndə gənc yaşlarında idi. Deməli, gənc yaşlarında idi. Kim o? Nə zaman? Paytaxtda Bakıya gələndə. Burada feili bağlama tərkibinin aslı tərəfinin əlavəsi var. Müstəqil cümlə üzvünün əlavəsi yoxdur. Demək, cavab olur 2, 3, 5, yəni A variantı. 18-ci sual. Yalnız qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Nərgiz evə gələn qonaqlara çay tökdü. Burada leksik norma pozulub, qrammatik norma pozulmayıb. Qəssab əti xırda-xırda parçalayırdı. Burada qrammatik norma pozulmayıb. Heyrə xanım klassik şeir janrlarında əsərlər yazmışdı. Burada da qrammatik norma pozulmayıb. Uşaqların hər biri yarışda qalib olmaq istəyirlər. Qalib olmaq istəyirlər. Kim? Uşaqların hər biri. Baxın yoldaşlar, burada biz belə deyək də, söz birləşmənin əsas tərəfinə görə qrammatik normanın kəmiyyətə görə pozulub-pozulmamağına baxırıq. Burada söz birləşməsinin əsas tərəfi hansıdır? Uşaqların hər biri. Burada görək hər biri nədir? Təkdədir. Deməli, xəbər də təkdə olmalıdır. Burada norma pozuntusu var. Cavab olur D variantı. Sonra qəbristanlıq yüksəkdə, şəhər aşağıdadır. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyində idi. Aha. Deyir ki, tərkib hissələri intonasiya ilə bağlanıb. Bu, belə deyək də, ortaq xüsusiyyətdir. Biri çıxdıq. Tərkib hissələri müəyyən şəxsdir. Qəbristanlıq yüksəkdə, yüksəkdədir. Nə? Qəbristanlıq aşağıdadır. Nə? Şəhər. Qulaqları səsdə, səsdədir. Nə? Qulaqları. Nəzəri ətrafda, ətrafdadır. Nə? Nəzərləri. Barmağı silahın tətiyində idi. Silahın tətiyində idi. Nə? Barmağı. Deməli, bu da elə ortaq xüsusiyyətdir. Çıxdı. Bərabərlik cümlələri əsasında yaranmışdı. Bəli, hər biri tabesi mürəkkəb cümlədə, hər biri də bərabər hüquqludur. Deməli, 3-ü götürürük. Hadisələr eyni zamanda baş verir. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyində idi. Bəli, doğrudur. 4-ü də götürürük. Bir fikir digər ilə qarşılaşdırır. Bu isə qarşılaşdırma bu cümləyə aiddir. Qəbristanlıq yüksəkdə, şəhər aşağı. Şəhər isə aşağıdadır. 5-ə çıxırıq. Demək, cavab olur 3-4. Yəni A variantı. Tələffüz və yazış arasında fərqli məqamların sayına görə sözlərin düz uyğunluğu müəyyən edilir. Deməli, memorandumda A-ya keçir bu. Bir dənə fərqli məqam var. Detektiv olduğu kimidir 0. Getdi. C variantı ümumiyyətlə. Diqqətsizlikdən. Bax, bu sözü deməli, tələffüzü necə olur? Onu yazın. Olur. Diqqətsizlikdən. Burada deməli, q keçdi k-ya, l keçdi d-ya, q da keçdi x-ə. 3 fərqli məqam var. 3 fərqli məqam hansında istəyir? Deməli, 2-də. E-ni yazıq 2-yə. Şəxsi qərəzlik. Burada da l keçir d-ya, q da keçir x-ə. 2 fərqli məqam olur burada. Deməli, 2 fərqli məqam oldu. O da yazıldı 1-ə. B yazılır 1-ə. Sileyim. Deməli, B yazılır 1-ə. Səlahiyyətsizlik. Burada y düşür. L keçir d-ya, q da keçir x-ə. Burada da 3 fərqli məqam var. 3 fərqli olan hansıydı? 2 yazılır d. Deməli, 1-ə B, 2-yə E, D. 1-ə B, 2-yə D, E. O da olur E variantında. Nümunədə işlənmiş təsvir və feillərlə bağlı yanlış fikirlər müəyyən edin. Deməli, bu dəniz səfəri onu ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdü. Təsvir və feil hansıdır? Alışdırmaq. Məqsəd zərfli ifadə vasitəsidir. Burada alışdırmaq müstəqil şəkildə məqsəd zərfli ifadə vasitəsidir. Feili bağlama tərkibinin içindədir bu. Müstəqil cümlə üzvü deyil. Demək, bir yanlışdır. Sonra qarşılıq növdədir, yanlışdır. Alışdırmaq sözündə alış sözün köküdür. Dır qrammatikdir, maq qrammatikdir, dır leksikdir, maq qrammatikdir. Deməli, bu məlum növdədir. Demək, 2-ni götürdük. 1-i də götürdük, 2-də. Məlum növdədir, bu doğru fikirdir. Qurursa düzəltmədir, bəli, burada dır leksik şəkilçidir, ona görə düzəltmədir. Bu da doğrudur. Məlum növdə olan keçmiş zamanda feili izah edir. Ha, düşünülmüşdür. Bu məlum növdə deyil. Keçmiş zamandadır, amma düşünülmə məlum növdə deyil. Məhsul növdədir. Deməli, bu da yanlışdır. Cavab olur 1, 2, 5, yəni A variantı. Qoşma işlənmişdir, bəli, 3-ün qoşmadır. Sonra növbəti suala baxırıq. Deməli, hansı cümlədə qoşma işlənmişdir?
o imtahanlara həvəslə adlaşırdı. Burada həvəslə lə burada leks şəkli təzərkə zərfdir. Qazan köpüklü südlə doldu. Nə ilə doldu? Süd ilə. Burada ilə qoşmadı. Cavab olur elə B variantı. Epitetlə təşbih bədii təsvir vasitəsidir. Epitet və təşbih bu bağlayıcıdır. Səyyahlar dəfələrlə ağır sınaqdan keçdilər. Burada dəfələrlə də lə ayrıca leks şəkli deyil. Dəfələrlə lərlə bütövlükdə leks şəkli və zərf düzəldir. Analarla qardaşı meşədə azdılar. Burada və bağlayıcısını əvəz eləyə bilirəm. Deməli bu bağlayıcıdır. E-də çıxır. Şəkli yazıya aid nümunə müəyyənləşdirin. Deməli toy dəvətnaməsinin üzərində qoşulan üzüyü bu fikridir. Mebel mağazanın şüşələrini vurulmuş mebel şəkli, bəli, bu şəklidir. Bunu götürdük. Çörək dükanın qabağında çörək şəkli, bəli, bu da şəklidir. Maşınlardakı dönmə işıqları fikri. Elektrik şəbəkəsinin üstündə vurulan kəllə və qılcım şəkli fikri. Deməli, cavab oldu 2 və 3. 2, 3. Sonra, nümunədə nümunələnmiş hansı sözlər arasında təbəssülə əlaqəsi var? Aha, deməli, ağlımla qəlbimin öz yeri var. Ağlım və qəlbimin. Elə 1, 2. 1, 2. Özü yolu var. Hər biri bir yolda pıç edər məni. Bunlar arasında təbəssül yoxdur. Cavab olur 1, 2. Sonra, klasterə uyğun olmayan fikirlər müəyyən edin. Elmi üsluba aiddir. Terminoloji ağırlıq səviyyəvidir. Elmi üsluba aid olmayan xüsusiyyətlər tapılır. Statlardan, epiqraflardan istifadə olunur. Bu bədidir. Elə biri 1-dir. Mücərrər obrazlığa yol verilə bilər. Bu elmi üsluba aid deyil. Bədii üsluba aiddir. Deməli, bədii. 1-2. Şərh etmək, izah etmək, nəticə çıxarmaq xarakterikdir. Deməli 3-ə çıxdıq. 3 aid deyil. Çünki elmi üsluba aiddir. Mürəkkəb cümlə tiplərindən, ara sözlərdən istifadə edilir. Bu da elmi üsluba aiddir. Sxemlərdən, düsturlardan istifadə edilir. Bu da elmi üsluba aiddir. Cavab olur 1 ilə 2. Növbəti sual. Qrammatik cəhətdən cümlə özvələri ilə bağlı olmayan ifadələrin işləyəndə nümunə müəyyən edin. Deməli cümlə özvələrlə əlaqəli olmayan, bağlı olmayanlar xitab və ara sözlərdir. Kaş ki düşməyədim bu saraylara, yanıldım doğrusu, uyub aldandım. Doğrusu burada ara sözdür. Deməli, biri götürdük. Yan-yan tərlanların yaşıl yuvası. Tərlanların yaşıl yuvası xitabdır. İkini də götürürük. Deyirlər, siz məktəb açacaqsınız. Deyirlər, siz məktəb açdırırsınız. Deyirlər ki, siz məktəb açdırırsınız. Burada ümumiyyətlə yoxdur. Axı milyonlarla körpəli qocalı ailə hara qaçsın. Burada da yoxdur. Xitab ara söz. Yox, unutma, xatirələr yazıqdır. Sevməsən də unutma. Burada da xitab var. Ara söz yoxdur. Cavab oldu 1 ilə 2. 27. Sadə cümlənin şəxsə görə növlərin uyğunluğu. Deməli, yeməyinin payını yeyərlər. Bu ümumi şəxsli cümlədir. Yəni, A variantı heç birisinə aid deyil. Qarı düşmən dost olmaz. Dost olmaz ki, düşmən. Burada mübtəda olduğu üçün bu olur müəyyən şəxsli cümlə. Yəni, B yazılır 3-ə. Məhəllədə gedən işlərə diqqət yetirilirdi. Aha, bu şəxsi cümlədir. Xəbəri şəxsi cümlə ifadə olunub, deməli şəxsi cümlədir. Müəssisəmizin qarşısındakı yolu yenidən təmir etdilər. Bir qrup şəxslər. Bu isə qeyri-müəyyən şəxsi cümlədir. D yazıldı 1-ə. Çarvadara yol göstərməzlər. Bu isə ümumi şəxsi cümlədir. Bu da heç birisinə aid deyil. Deməli 1-ə D, 2-yə C, 3-ə B. Mətnlə bağlı suallar verilib. Mətni yəqin ki oxumusunuz. Oxumayanlar isə videonu saxlayıb, oxuyub, birlikdə suallara baxa bilər. Deməli, 28-ci sualda deyir ki, ikinci abzasda üzərində rəqəm yazılmış sözləri əvəz edə bilən nümunə müəyyən. Deməli, yoldaşlar, ikinci abzasda hansıdır? Əxs olunmaq. Əxs olunmaq deməli, götürülmək mənasını ifadə eləyir. Əxs olunmaq. Alınmaq, götürülmək mənasında. Yəni, mədəniyyətindən əxs olunub, götürülüb mənasındadır. Ayin isə, belə deyək də, mərasimdir, dini qanundur. Bu mənaları ifadə eləyir. Sonra, 29-da müddəa verib onu faktlarla əsaslandırmalıyıq. Deməli, Azərbaycan Respublikasında muğam sənətinin inkişafına daim diqqət göstərmişdir. Fakt kimi, məsələn, deyə bilərik, burada var, deyir ki, 2010-cu ildən 14-cü ilə qədər Azərbaycan radiosunda muğam radiosu fəaliyyət göstərmişdir. Bu, diqqətin bir nümunəsidir. Deməli, bugün muğamın təbliğ olunur. Təbliği
ona olan marağı artırır, gənc nəslin muğama münasibətini yaxşılığa doğru dəyişir. Bu faktları yaza bilərik. Sonra məsələn 2005-ci ildə Azərbaycanda keçirilən televiziya muğam müsabiqəsi olub. Bu da muğama verilən, belə deyək də, diqqətdir, göstərilən diqqətdir. 30-da mətnə istinad etməklə həm qədimdə, həm də indi dövrdə muğam insanların mənəvi, mədəni ehtiyacı olmuşdur fikrini əsaslandırın. Baxın yoldaşlar, qədimdə görürük ki, bax burada deyir ki, qədimdə dini ayinlər musiqi, ritmlə ifadə olunub, zaman keçdikcə bu inkişaf indiki muğam səviyyəsinə çatmışdır. Yəni qədimdə də bunların ehtiyacdan yaranmış bir şeydir muğam. Musiqi ilə ifadə edirlər ayinləri ona görə. Sonra bir də məsələn bu gün günümüzdə də muğamın təbliği ona maraq artırır. Gənc nəslinin muğama münasibəti yaxşılığa doğru dəyişir. Yəni bu marağına səbəb olur gənc nəslin indi də. Belə əsaslandırmaq olar. Bu qədər. Sağ olun, hər birinizə uğurlar.